Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Onkologiya Mərkəzində baş verən və bütün ölkəni sarsılan dəhşətli hadisə Azərbaycan səhiyyəsinin ən ağırlı səhifələrindən birinə çevrilir. Xəbər verilir ki, tanınmış aparıcı Ülvira Qarayevanın sosial şəbəkədə paylaşdığı video müraciət bu faciənin sadəcə bir cinayət deyil, eyni zamanda dərin bir mənəvi sarsıntı olduğunu sübut edir. Hadisənin mərkəzində dayanan uşaq radioloqu Asif Nəsirli hazırda xəstəxana divarları arasında həyatla ölümün sərhədində vuruşur. Onu bu vəziyyətə salan şəxsin isə məhz həkimin vaxtilə ölümün pəncəsindən qopardığı bir pasiyenti olması hadisənin vüsətini daha da acınacaqlı edir. Məlum olur ki, həkimə hücum edən Mübariz Əliyev ağır onkoloji xəstəliklə əziyyət çəkib və 2025-ci ilin payızında Asif Nəsirlinin fədakar müalicəsi sayəsində tam sağalaraq evinə göndərilib. Ülvira Qarayevanın bildirdiyinə görə, həkim təkcə tibb biliklərini deyil, həm də insani keyfiyyətlərini ortaya qoyaraq kimsəsiz və imkansız olan bu xəstənin yol pulunu belə öz cibindən ödəyib. Lakin bu humanist addım qarşılığı ağlasığılmaz bir nankorluqla nəticələnib. Xəstə bir neçə aydan sonra qumbara ilə geri dönərək öz xilaskarını hədəf alıb. Partlayış nəticəsində təcavüzkarın özü yerindəcə həyatını itirsə də, Asif həkim ağır qəlpə yaraları ilə reanimasiyaya düşüb. Qeyd etmək lazımdır ki, Milli Onkologiya Mərkəzində baş verən bu qanlı insident zamanı qumbaranı işə salan Mübariz Əliyev ölüb. Ətrafdakı bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda hüquq mühafizə orqanları faktla bağlı geniş miqyaslı araşdırma aparır və hadisənin hansı şəraitdə necə planlaşdırıldığına aydınlıq gətirməyə çalışırlar. Bu dəhşətli cinayət təkcə fiziki xəsarətlərlə bitməyib, həm də cəmiyyətdə dərin bir güvən və təhlükəsizlik böhranı yaradıb.